Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 7-ci sinif iş dəftərindən 3-cü bölmənin çiçək və onun quruluşuna aid olan sualların izahı ilə qarşınızdayıq. Başlamamızdan ilk öncə kanalımıza abunə olmağı, bəyəndiysə bəyən butonunu basmağı xahiş edirik. İndi isə birinci sual. Bəzi bitkilərin öz həyatının müəyyən dövründə bir dəfə də olsa çiçək açır. Yadınızda saxlayın ki, belə bitkiyə çiçəkli bitkilər deyilir. Deyir, çiçəyin şəklinə bax, erkəkçi və dişici reproduktiv hissəsini göstərin. Bax, bu hissə olur erkəkçi, bunu rəqəmlə göstərək 1. Bu hissə isə olur dişici, bunu 2 hissə. Erkəkçi reproduktiv hissə erkəkçi sapından ibarətdir və tozluqdan təşkil olunmuş. Dişici bu yumurtalıqda, bu sütuncuqda, bu ağızcıqda. Deməli, yumurtalıqdan, sütuncuqdan və ağızcıqdan təşkil olunmuşdur. İndi bizdən soruşur, təyinləyici açardan istifadə edərək bitkiləri müəyyən et. Deməli, sadə yarpaqdır, xeyr. C-də həm dişici, həm də erkəkçiklər olur. Xeyr, bu hissədə davam edirik. Bu xeyr, yarpaqlar mürəkkəbdir, bəli, çiyələyə aiddir, bu da B-dir. Sonra yenə bu hissədə davam edir. Bəli, yarpaqları qarşı-qarşıya düzülmüşdür. Bəliyə aiddir dağ laləsi, xeyrə aiddir alma. Sonra bu istiqamətdə davam edirik. Deməli, çiçəklərdə yalnız dişici, yalnız erkəkçi olur. Bəliyə aiddir qarğıdalı. Qarğıdalı buradan hansı ilə? E variantı ilə. Bəliyə aiddir qarğıdalı, E variantı. Bir də balqabaq, qalqabaq da F hərfi ilə işarə. Xeyrə aiddirsə gecikən, bu da D variantı ilə işarə. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Bunların hamısından istifadə etdik. Sonra bizdən nəyi soruşdur? Bizdən soruşur ki, və uyğunluğu müəyyən edin. Hermafrodit çiçəkdir, kəsə yarpaqları birləşir. Ümumiyyətlə yadınıza saxlayın ki, hermafrodit çiçək o deməkdir ki, həm erkəkçiyi, həm dişiciyi varsa bu çiçək hermafrodit. Bitişikdir, mütərizənin içərisində göstərilir. Bunlara kəsə yarpaqları bitişikdir, buna uyğun gələcək bu variant. Sonra hermafrodit erkəkçikləri sərbəstdir. Hermafrodit çiçək və erkəkçikləri sərbəst olan bu varianta uyğun gələcək. Yəni, burada həm dişiciyi var, görürsünüz, həm erkəkçiyi var. Erkək çiçəkli yarpaqlarcıqlar 3-6 ədəddir. Erkək çiçək yarpaqçıqları, yəni G0 olsun. G0 olan elə buna aiddir. Sonra dişi çiçəkdir yarpaqları. Onda erkəkçik 0, A0 olsun. Buna da uyğun gələcək bu variant. Sonra bizdən soruşur ki, çiçəyin hissələri göstərilir və buna uyğun olaraq adlandırın. Ümumiyyətlə yadınıza saxlayın. Bax, bir hissə A ilə ifadə olunub ağızcıq. Bura yazırıq A, ağızcıq. Ağızcığın mən burada şifahi deyəcəm. Siz özünüz saxlayıb, özünüz üçün qeyd edə bilərsiniz. Ağızcıq haqqında yazıq. Ağızcığın səthi kələkötürdür, müxtəlif quruluşludur. Tozcuqları tutur və onların cücərməsi üçün yapışqanlı şəkərli maddə ifraz edir. Sonra İkinci göstərilən D ilə göstərilən isə ləçəkdir. Deməli, ləçəklər tacdır. Tac özləri D hissənin adı ləçək və ondan tac əmələ gətirir. Taclar müxtəlif formalı və əlvan rəngli olur, ləçəklərdən təşkil olunur və neyinir? İki qat yanğın dairəsinin daxili dairəsini əmələ gətirir. Həm sərbəst ləçəklər, həm də bitişik ləçəkli olur. Bunların əsas funksiyası əsasən həşəratları və quşları cəlb etməkdir. Çünki bitkilər həşəratla, quşlarla tozlanırıq ona görə. Sonra A getdi, D getdi. Sonra keçirik C-yə. C nədir? C tozluqdur. Buraya yazırıq C, tozluq. Tozluq adətən 2 paylı olub, daxilində tozcuq küçələrin içərisində tozcuqlar yetişir. Yetişmiş tozcuqlar isə erkək cinsi hüceyrələrə malik olur. Sonra gəlir A getdi, D getdi, C getdi, H. H erkəkçik sapıdır. Erkəkçik sapı bu H erkəkçik sapıdır və tozu uyğun vəziyyətdə saxlayır. Bizə erkəkçik sapıdır. Sonra kəsə yarpaqları. Kəsə yarpaqları isə sonra buradan kəsə yarpaqları
birlə işarə kəsə yarpaqları birlə işarə olunur. Yaşıl və ya qonur rəngli olur. Kasa yarpaqlarının təşkili çiçək yanlığının xarici dairəsini əmələ gətirir. Qönçənin açılışına qədər çiçəyin daxil hissəsini mühitin əlverişsiz şəraitindən qoruyur. Əks halda kasa yarpaqları bitişik olmuş olur. Sonra keçirik. Burada B. B isə nə idi? B sütuncuqdur. Sütuncuq nazik və uzundur. Üzərində ağacığı daşıyır. Cücərməkdə olan tozcuq borusunu yumurtalığa yönəldir. Yəni burada olacaq B sütuncuq, cücərməkdə olan tozcuq borusunu yumurtalığa yönəldir. Y aiddir. Yumurtalıq. Yumurtalıq neyini? Dişinin yumurtalıqdır. Yumurtalıq dişciyin aşağı genişlənmiş hissəsidir. Daxili boşluğu bir və ya bir neçə yuvalı olur və burada yumurtacıqlar yerləşmiş olur. Sonra F yumurtacıqdır. Yumurtacıqdır. İçərisində bir və ya bir neçə daxilində dişi cinsi hüceyrə yumurta bura yazaq da bura yazırıq F. Daxilində dişi cinsi hüceyrə yumurta hüceyrə inkişaf etmiş olur. Sonra sütuncu ağacığı dedik, tozluğu dedik, kazacıq. Bu isə çiçək yanlığı. Çiçək yanlığını da təşkil eləyir. Bu bir çiçək saplağıdır. Bir çiçək saplağıdır. Elə çiçəyin genişlənmiş hissəsini təşkil bu G çiçək saplağıdır və çiçəyin genişlənmiş hissəsini təşkil edir və nə eləyir? Genişlənmiş hissəsində çiçək yatağının çiçəyin digər hissələri yerləşir. Bəzi bitkilərdə olmur. Belə çiçəklərdə isə oturaq çiçəklər adlanmış olur. Kasa yarpaqları isə bax bu I hərfinədir. Bu I hərfi ilə işarə olunmuşdur. Kasa yarpaqları da dedik ki, bitkinin xarici qatını təşkil etmiş olur. O 5-ci sualımız. 5-ci çiçək diaqramı haqqında düzgün fikirləri müəyyən edin. Çiçəyin yerinə və mövqeyini göstərir. Sonra çiçək hissələrinin sayını, çiçək diaqramı, bəli, çiçəyin yerini və mövqeyini göstərir, bəli. Sayını və yerləşməsini əks etdirir, bu da bəli. Çiçəyin uzunluğunu göstərir, çiçəkləmə dövrünü göstərir, xeyr. Hansı, deməli, sonra 6-cı sual. 6-cı sualımızda bizdən nəyi soruşur? 6-cı sualda soruşur ki, düzgün ifadələri müəyyən edin. İndi biz buradan düzgün ifadələri tapacağıq. Sonra lalə bitkisində xırda çiçəklər qrup halında toplanır. Xeyr, lalə bitkisində çiçəklər qrup halında toplanmır. Lalə bitkisində çiçəklər tək-tək yerləşir. Yanlışdır. Topulqa bitki çiçək üzərində tək-tək yerləşir. Xeyr, bu da yanlışdır. Düz qrup şəklində yerləşir. Çiçək, kasacıq, tac və ləçəklərdən ibarətdir. Bu da iki qat bu da yanlışdır. Sonra Alman çiçək enicisi yarpaqçıqlardan ibarət deyil. Bəli, bunu düzdür. Alman çiçəklər enicəsli yarpaqlardan ibarət deyil. Bu düzgündür. Balqabağın bütün çitolcuq əmələ gəlmir. Bəli, bu da düzgündür. Dağ lələsinin xaricdən daxil 3 dairə yerləşir. Bəli, bəli. Erkəkcik və dişicik çoxalmada iştirak edir. Bəli. Sonra iki qat çiçək yanlığı çiçəyin vegetativ hissələrinə aiddir. İki qat çiçək yanlığı təşkil edən ləçəklərdir və kasa yarpaqlardır. Bu da bəli, çiçəyin vegetativ hissələrinə ayırt edilir. Dağ lələsində
Kasacıq erkəkcik bəli, erkəkcik və dişicikdən ibarətdir. Dağ laləsində, dağ laləsi sadə çiçək yanlığına malikdir. Kasacıq onlarda yoxdur, xeyr. Sonra erkəkcik və dişi çiçək reproduktiv hissələrinin 3 müxtəlif çiçək təsvir olunmuşdur. A çiçəyi, B çiçəyi, C çiçəyi. Hər bir çiçək üçün səciyyəvi xüsusiyyətləri yaz. A çiçəyi. A çiçəyinə diqqətlə baxsaz, burada bu dişicikdir, bu da erkəkcikdir. Yəni A çiçəyi iki cinsli çiçəkdir. Keçirik B çiçəyinə. Dişicik tam çiçəyi. A çiçəyi iki cinsli çiçəkdir. Yəni tam çiçəkdir. Tam çiçəkdir. Burada tozlanma və mayalanma baş verə bilər. B çiçəyində yalnız erkəkciklər var. Erkək çiçəkdir. Tozcuq əmələ gətirir, amma mayalanmada iştirak etmir. Sonra keçirik C çiçəyi. C çiçəyi yalnız dişi çiçəkdir. Dişilicik var və ona görə dişi çiçəkdir. Mayalanma üçün erkək çiçəklərin tozcuğuna ehtiyacı var. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.